Herkese salam. Bu videomda size informasiya texnologiyaları mövzusunda olan tapşırıqların izahını təqdim edəcəm. Birinciyə baxaq. Birincidə deyir, hər bir telefonu müvafiq informasiya prosesləri ilə birləşdirin. İnformasiyanı emal edir nədir? Məsələn, məlumat ötürürsən, onu emal edir. Tutaq ki, sizə biri deyir ki, 2 üstə gəl 2, 5 edir. Siz onu beyninizdə fikirləşəndə, emal edəndə görürsünüz ki, bu əslində 4 edir. Yanlışdır. Emal etmə də budur. Verilən informasiyaları emal edir, sonra sizə ötürür. İnformasiyanı saxlayır. İnformasiya saxlayır və verilən informasiyaları yaddaşında saxlayır. İnformasiya mübadiləsi isə odur ki, bir nəfər informasiyanı ötürür, digəri qəbul edir. Və ya loro dildə desə 2 və 3 və daha artıq insanların bir-biri ilə söhbəti. Ola bilər söhbət eləməsinlər, hər hansı bir layihə üzərində müzakirə aparasınlar. Bunlar hamısı informasiya mübadiləsidir. Gəlin baxaq. Bu iki telefon öncələrdə istifadə edilir. Qara telefon əvvəllər istifadə edirdi. Yalnız informasiya mübadiləsi üçün idi. Yəni iki nəfər öz arasında danışmaq üçün istifadə edirdi. Bu ağ telefonlarda səhv eləmirəmsə ekranda son zənglər qalırdı. Son edilən zənglər. Son edilən zənglər qalırdısa əgər, onda biz bunu informasiya saxlanmasına da aid edə bilərik, mübadiləsinə də. Sonuncu telefon, yəni indi hal-hazırda hamımızın, demək olar ki, hamının istifadə etdiyi telefon hər üçünü həm emal edir, həm saxlayır, həm də ötürür. Burada görürəm belə qarışıqlıq olur. Gəlin fərqli rənglərdən göstəreyim sizdə. Məsələn, bunu belə göstərək. İnformasiya mübadiləsi edir. Ağ telefonumuz həm saxlayır, həm mübadilə edir. Sonuncu telefon hər üçü. Hər üçündür. İkincidə, informasiya saxlanma texnologiyalarını onların istifadə tarixinə uyğun nömrələr. Birinci daş lövhələr olub, sonra gil lövhələr, sonra kağız. Burada əslində şagird düz yazıb, sonra disk. Üçüncüdə, hesablama texnologiyalarını onların istifadə tarixini. Birinci barmaqlar düzdür. Şagird burada düz yazıb. İkinci düyünlər, üçüncü çötkə, dördüncü kalkulyatorlar. Dörddə, cədvəlin birinci sütununda səs informasiyası. İkinci sütunda isə vizual informasiya işləyən texniki qurğularının adını yaz. Səs ucaldacı yazıb şagird, düzdür. Yəni bu xeyr, bu ikinci düz deyil, birinci düzdür. Səs ucaldıcı ola bilər, səs informasiyası ilə işləyən. Radio ola bilər. Radio ola bilər. Televizor həm səs, həm vizual informasiya ilə işləyir. Kaustik, burada kaustik sıçanın adıdır, bu səhvdir. Vizual informasiya ilə mikroskop, monitor həm səslə də istifadə olunur, həm vizual. Yəni bunu vizuala səsə də yazmaq olar. Səs də monitordan biz səsi də dinləyirik də. Məsələn, kompüterin monitorunu nəzərə tutmaq olar. Printer səslə vizual deyil, printer. Proyektor vizual ola bilər. Yəni proyektor yaza bilərdi şagird. Teleskop yazmaq olar. Teleskop. Bunları vizual görüntüyə yazmaq olar. Sonra 5-də nöqtələrin yerinə fikirlərinizi yazın. Əgər telefon olmasaydı, burada yazıblar cizgi filmlərinə baxa bilməzdik. İndi şagird bunun üçün istifadə edir. Ola bilər. Şagird fikrinə, yəni sizin fikrinizdən yazsanız, belə yaza bilərsiniz. Televizor olmasa xəbərləri dinləyə bilməzsiniz. Televizor olmasa, belə deyək, musiqilər verilə bəzən, onu dinləyə bilməzsiniz televizorda. Əgər telefon olmasaydı, heç kimə zəng edə bilmərik yazılıb. Heç kimə zəng edə bilmərik deyəndə ki, belə deyək, uzaqda olan yaxınlarımızdan əlaqə saxlaya bilmərik. Bunu daha yaxşı belə yazmaq olar. Uzaqda olan yaxınlarımızdan əlaqə saxlaya bilmərik. Yəni, saxlaya bilərsiniz. Əslində, poçtdan məktub göndərə bilərsiniz. Amma, belə deyək, anında əlaqə saxlaya bilmərik. Yəni, anında, yəni istədiyimiz vaxt zəng edib əlaqə saxlayırıq. Elə davam edə bilərsiniz. Əgər kompüter olmasaydı, onda imtahan keçirə bilməzdik deyəndə, kompüter olmasaydı, kompüter bütün funksiyaları, həm cizgi filmin özündə cizgi filmlərinə baxa bilməzdiniz, həm onlayn məsələn sınaqlar olur, dərslər olur, onlara baxa bilməzsiniz.
Kompüterdən Skype proqramı ilə görüntülü danışa bilirsiniz. Görüntülü danışıqlarda istifadə edə bilirsiniz kompüteri. Görüntülü danışa bilməzsiniz. Yəni bunlar bir çox cümlə əlavə etmək olar. Burada uşaqlar nədir? Mənim nəticələrimi deyir, oxlarla birləşdirin. Məsələn, tapşırıq 1-də siz əgər tapşırıq 1-i rahatlıqla başa düşmüsünüzsə, başa düşdüm və yerinə yetirdim işarə eləyin. Tapşırıq 2-ni də başa düşmüşsünüzsə belə. 3 də ola bilər başa düşdüyünüzdür. Mən indi özümdən gedirəm. Siz öz bildiyiniz kimi, özünüzə uyğun işarələyin. Ola bilər ki, tapşırıq 4-ü başa düşməkdə çətinlik çəkdiniz. Tapşırıq 5-də isə başa düşmədim və yerinə yetirə bilmədim kimi. Əgər 5-i yaza bilməzsəz, elə qeyd eləyə bilərsiniz. Ola bilər ki, başa düşmədiyiniz tapşırıq yoxdur. Hamısını başa düşmüsünüz. Onda onu qeyd etməsəz də olar. Yəni, heç bunu işarə buna ox çəkməsəz də olar.